demək olar ki, hədəflər müəyyənləşib və hədəflərin istiqamətində çox uğurlu bir başlanğıcın da biz şahidik. Başlanğıc isə heç də 23-24 avqust 2026-cı ilə əhatə eləmir. Bu tarixə qədər elə Özbəkistanla Azərbaycan arasında çox vacib və strateji qərarlar qəbul olunubdur və o qərarların icrası da bugün uğurla davam edir desək yanılmarıq. Və sizin də qeyd elədiyiniz kimi müzakirələr bugün səhərdən yox, elə mən dərdim ki, 23-ü Azərbaycan Prezidenti cənab İlham Əliyevin Özbəkistana səfəri ilə başladı və səfər çərçivəsində də qəbul olunan çox saylı və həm də dərdim ki, elə xarici, daha doğrusu Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi cənab Hikmət Hacıyevin də qeyd elədiyi kimi Azərbaycan üçün bir ilk olan yeni məzmunda bir sənədin imzalanması ilə, yəni əbədi dostluq müqaviləsinin bağlanması ilə bir yeni mərhələ başlandı. Burada sizin sualınıza cavab olaraq qeyd etmək istəyirəm ki, bəli, Azərbaycanla Özbəkistan arasında imzalanan bu sənəd təkcə iki ölkə arasında əməkdaşlığı özündə etibar eləmir, həm də Mərkəzi Asiyanı tamlaşdıran, Mərkəzi Asiyanı daha bütöv və daha belə deyək də, müstəqil bir oyunçuya çevirən regional inteqrasiyanın da əsasını qoyur. Söhbət Xəzərin şərq sahilindən qərb sahilini birləşdirən yeni bir əməkdaşlıqdan və bu əməkdaşlıq üçün də bir neçə vacib parametrlər vardır ki, bunlardan biri xüsusilə hər iki regionda Türk-İslam mədəniyyətinin daşıyıcısı olan, Türk irqinə mənsub olan insanların yaşaması, dövlətlərin mövcud olmasıdırsa, digər iqtisadi cəhəti regionun orta dəhliz üzərində yerləşməsidir və bu regionun inkişafında, xüsusilə nəqliyyat və logistika imkanlarının genişlənməsində təkcə region ölkələri deyil, bugün xüsusilə də şimalda Rusiya və Ukrayna arasında yaşanan müharibələr, cənub istiqamətində yaxın şərqdəki müharibələr səbəbindən kilit nəqliyyat dəhlizlərində yaşanan böhranlar orta dəhlizin əhəmiyyətini, orta dəhlizin perspektivini həm qərbdəki, həm də şərqdəki nəhəng güclər, söhbət Avropa İttifaqı və Çin üçün daha çox cəlb edicidir ki, bugün regionun nəqliyyat və logistika şəbəkəsinin formalaşmasında həm də biz bu cinahların investor qismində, sərmayəsi qismində yaxından iştirakına şahid oluruq. Mənə elə gəlir ki, bu görüşün çoxsaylı nəticələrindən, əhəmiyyətindən biri Azərbaycan və Özbək dillərinin qarşılıqlı təşviqi istiqamətində əldə olunmuş razılaşmadır ki, bugün... Əslində, Talih bəy, çox üzr istəyirəm sözünüzü kəsdiyimə görə. Özbək dilinin Azərbaycan dilinə çox yaxın olduğu vurğulanır. Düzdür, xüsusilə də Hikmət Hacıyev vurğuladı ki, yazılı mətndə bunu daha yaxşı anlamaq olur. Danışarkən biraz daha çox diqqət etməli olursunuz. Həqiqətən də yaxınlığı var, amma çox diqqətlə dinləməlisiniz ki, aydın olsun. Bu təşviq edilmə prosesi asandırmı? Bu baxımdan bu detalları vurğuluyuram. Asan olmasa da, amma bu prosesin, belə deyək də, daha əlçatanlığı üçün mənə elə gəlir ki, hər iki ölkənin televiziyalarının, Azərbaycanda Özbək televiziyalarının və Özbəkistanda Azərbaycan televiziyalarının yayımı məncə bu prosesi biraz da sürətləndirəcək və sadə insanlar arasında hər iki dildən daha rahat və səlis istifadə imkanları genişlənəcək. Bunun üçün bizim yaxşı bir təcrübəmiz qardaş Türkiyə Cumhuriyyətinin TRT1 və bir dönəmdə bir neçə kanalın Azərbaycanda birbaşa yayımı idi ki, demək olar ki, xüsusilə də yeni nəsil, gənc nəsil Anadolu Türkçəsinin məhz o efirlər vasitəsilə daha tez mənimsəyə bildi. Biz özümüz hər birimiz televiziyaya baxa-baxa türk dilini öyrənmişik. Bilirsiniz, Sinan xanım, mən burada vurğulamaq istədiyim məsələ nədir? Bugün Azərbaycanda Özbək dilinin, Özbək Türkçəsinin daha dərindən başa düşülməsi Azərbaycanlı iş adamları üçün, Azərbaycanlı gənclər üçün, Azərbaycanlı turistlər üçün bütövlükdə Mərkəzi Asiyada sərbəst gəzmək, dolaşmaq üçün bir rahatlıq yaradır. Özbək vətəndaşları üçün də Azərbaycan türkçəsinin öyrənilməsi təkcə Cənubi Qafqaz deyil, həm də Anadolu coğrafiyasında çox rahatlıqla hərəkət eləmək, iş qurmaq, təhsil almaq baxımından da faydalıdır.